Deməli müəllimlər, indi mən sizə danışacağam təlim nəticələrinin smart olmasından. Bu smartın hər hərfi bir sözü ifadə edir. Yəni bir mənası var. Gəlin baxaq görək. Smartın s-sı nəyi bildirir? Smartın s-sı, yəni təlim nəticələrinin spesifik, aydın, anlaşılan, başa düşülən olmalıdır. Yəni şagird anlamalıdır ki, bu gün nə öyrənəcək? Yəni bugün hansı təlim nəticəsinə, hansı bilik bacarığa çatacaq? Yəni qoyulan təlim nəticəsi şagird üçün sadə, anlaşılan, əhatəli, başa düşülən olmalıdır, aydın olmalıdır, dəqiq olmalıdır, spesifik olmalıdır. Bax bu təlim nəticəsinin s-sıdır. Yəni smartın s-sı deməkdir. Sonra deyəcəm mən sizə smartdan m. M nədir? M measurable. Təlim nəticəsi ölçülə bilən olmalıdır. Yəni nəyi keçirəmsə, onu ölçəcəm. Bugün mən feili keçmişəm, gedib sifətdən sual salacamsa, yəni bu təlim nəticəsinin ölçülə bilən olması demək deyil. Yəni mən nəyi keçirəmsə, onu ölçəcəm, onu qiymətləndirəcəm. Necə ki dedik, smartın s-sında spesifik olması, onun aydın olmasıdır, anlaşılan, başa düşülən olmasıdır. M measurable ölçülə bilən olmasıdır. Yəni nəyi keçəcəmsə, onu ölçəcəm. A nədir? Smartın A-sı nəyi bildirir? A achievable. Nə çox asan, nə çox çətin olmayacaq. Yəni elə bir səviyyədə olmalıdır ki, təlim nəticəsi şagirdin səviyyəsindən bir balaca üstün olmalıdır. Şagird onu əldə edə bilsin. Yəni A achievable o deməkdir ki, nə çox asan olsun, nə çox çətin olsun. Şagird onu əldə edə bilsin, əldə oluna bilən olsun. Bu smartın A-sıdır. İndi mən danışacağam sizə smartın R-sından. R nədir? R real imkanlardır. Realistik olmasıdır. Təlim nəticəsi real olmalıdır. Bax bu nə deməkdir? Real imkanların nəzərə alınması müəllimlər. Bugün əlimdə nə varsa, təlim nəticəmi ona görə hazırlayacağam. Əgər mənim məktəbimdə proyektor yoxdursa, mənim məktəbimdə internet yoxdursa, mən başqa əyani vəsaitlərdən istifadə edərək dərsimi keçəcəm. Bəzən baxırsınız metodik vəsaitlərdə, məsələn hamımız metodik vəsaitlərdən planlaşmamızı yazanda ondan istifadə edirik. Metodik vəsaitlərdə bəzən verirlər. Orada göstərilir ki, məsələn elektron lövhədə bunu göstərirsən müəllim, o nedir? Və yaxud hansısa deyək ki, mövzu ilə bağlı slayd göstərir və s. Müəllim götürüb yazır. Proyektorda bunu göstərirəm. Elektron lövhədə bu mövzunu qoymuşam, bunu eləmişəm. Girirsən, deyirsən müəllimə, hanı elektron lövhə? Hanı proyektorunuz? Yazmısınız. Deyir ki, bizdə yoxdur axı proyektor. Bəs yoxdur, niyə yazmısınız? Deməli, bu təlim nəticəsinin real olmamasıdır. Yəni, bunun yazdığı təlim nəticə real deyil. Bəs yaxşı, orada cümlə xatirinə götürüb, deyək ki, metodik vəsaitdən köçürdürsən onu dəftərinə ki, mən proyektordan istifadə etdim, mən elektron lövhədən istifadə etdim. Əgər bu yoxdursa, sən bunu niyə yazırsan? Çünki çox rastlaşmışıq onu. Yəni, götürüb oradan yazırlar, soruşursan, deyir, yoxdur. Yoxdur, yazma. Nəyin var, onu yaz. Nəyin var? Əyani vəsaitlərdən istifadə edək. Evdən hansısa bir resurs aparırsan, dərslik olsun, əlavə kitabxanadan vəsait olsun. Məsələn, ola bilər, məsələn, telefonunda hansısa bir videonu göstərə bilərsən, onu yaz. Apar biologiya dərsidir, təbiətlə bağlı keçirsən, canlı təbiətin qoynunda keç, onu yaz. Sinifdə məsələn kimyada laboratoriyan yoxdur, hansısa bir reaksiyanı evdən nə bilim soda gətirməklə, duz gətirməklə, hansısa bir maddələri deyək ki, turşu, limon gətirməklə orada nəyisə qıcqırmasını, nəyisə istifadə edib əyani etmək lazımdır. Deyilmi? Yoxsa bu olmayan bir şey biz niyə yazaq ki, ora mən bundan istifadə elədim? Və buna görə təlim nəticəsinin realist olmasını, bax bizə onu göstərir ki, təlim nəticələri real olmalıdır. Nəyin var, onu yaz. Markerlə dərs keçirəm, şəkil göstərirəm. Deyək ki, hansısa bir printerdən şəkil çıxardıb mövzumla bağlı gətirib göstərirəm. Əlində nəyin varsa, onu yaz, onu etmək lazımdır, onu yazmaq lazımdır. Yəni, əgər bunu etmirsənsə, deməli, sənin təlim nəticən real deyil. Deməli, sənin təlim nəticən, yəni bax biz onda bunu deyirik ki, təlim nəticəsinin R olması, yəni realist olması, əlində hansı imkanların varsa ondan istifadə etməlidir. Və danışacağım smartın sonuncu hərfi T-dan. T time
vaxt deməkdir müəllimlər. Yəni təlim nəticəsində vaxt nəzərə alınmalıdır. Yəni bu qədər vaxtda, bu qədər təlim nəticəsini reallaşdıra bilərəm. Bəzən baxırsan ki, müəllimlər elə əgər aranızda da gündəliyinizə və yaxud da ki jurnala da elə standartları çox yazan varsa, etməyin bunu. Maksimum 2 təlim nəticəsi qoyun. Əgər sadə təlim nəticələrsə 3-ünü götürə bilərik. Amma yəni çox təlim nəticəsi götürmək düzgün deyil. Bəzən baxırsan çox qoyur müəllim. Yəni onu nəinki 1:45 dəqiqədir. Hətta 3:45 dəqiqə onu reallaşdırmaq olmur. Yəni niyə deyirik time vaxt nəzərə alınmalıdır? Elə bir təlim nəticəsi biz götürməliyik ki, o təlim nəticəsində bir akademik dərs saatında 1:45 dəqiqədə o təlim nəticəsini biz reallaşdıra bilək. Məsələn, bəzən olur da summativlərdə də müəllimlər elə sual qoyur ki, yəni o sualları 1:45, 2:45 dəqiqədə uşaq yazıb bitirə bilmir. Deməli, burada vaxt nəzərə alınmayıb. Smartın T-sı nəzərə alınmayıb. Ona görə biz təlim nəticəsi qoyanda fikirləşməliyik ki, bu qədər vaxtda, bu qədər təlim nəticəsini mən reallaşdıra bilərəm. Yəni bu zaman bu təlim nəticəsinin real vaxt nəzərə alınması nəzərdə olur ki, yəni burada bu 45 dəqiqə ərzində mən bu vaxtı nəzərə alaraq bu təlim nəticəsini reallaşdıra biləcəm. Yəni bax bu əziz müəllimlər, təlim nəticəsinin smart olmasıdır.